بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وصحابته أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qawli. Amma ba'd. Möhtərəm qardaşlarım, ən birinci özümə, sonra isə Allah Taala'dan hətta qorxusundan qorxmağı nəsihət edirəm. Həqiqətən Bizcə Allah Teala öz kitabında əmr etdiyi və həmçinin Muhammed sallallahu əleyhi və səlləm özü, yəni sünnəsində varid olduğu kimi. Və Allah Teala'nın əmr etdiyi şeylərdən biri tövhiddir. Yəni tək Allah'a ibadət etmək və Allah'a olan ibadət heç bir şey şərik qoşmamaq. Və iddia edənlər tövhidi çoxdur. Özlərini tövhidə nisbət edənlər çoxdur. Xavariclər, rafizlər, hətta məsələn bəzi firqələr fərq eləməz. Özlərini tövhidə nisbət edirlər ki, onlar da tövhidin bir hissəsi, yəni tövhidin əhlindəndirlər, tövhidin cəmaatındandırlar. Amma bir kəsin tövhidə əhl olmasını, yəni tövhid üzərində yaşaması yalnızca Allahın kitabına və Rasulun sünnəsinə baxıldığında ortaya çıxır. Çünki insanın özünə fərqli adlar qoyması kifayət eləmir. Çünki sələfilik sözlərdən ibarət bir mənhəc deyil, yol deyil. Sələfilik feillərdən, əməllərdən ibarət bir yoldur. İnsanın özünə qoyduğu fərqli adlar ona kifayət eləmir. Ta ki, əməllər o əməl olmadıqca. Məsələn, xavariclər özlərini tövhid əhli sayırlar. Amma sahabələri öldürdülər. O hansı tövhid idi ki, sahabələr təkfir edilər? Tövhidin şərtlərindəndir insanın iman əhlinə qarşı sevgisinin olması. Tövhidin şərtlərindəndir insanın özündən xeyirlərinə hörmət eləməsi. Tövhidin şərtlərindəndir sahabələri sevmək. O hansı tövhid idi ki, onlar xavariclər? Hansı tövhid onlarda var idi ki, onlar sahabələri öldürdülər? Yəni görünür ki, onların özlərinə tövhid əhli deməsi kifayət eləmir. Və həmçində başqa firqələr, Peyğəmbər s.ə.v-in öz əhl-i beytini ona şərik qoşanlar və yaxud da Allah Rasulunun öz əmsi oğlunu, Əli ibn Əbi Talib radiyallahu anh ona şərik qoşanlar və ondan yardım istəyənlər və kömək istəyənlər özünə tövhid əhli deyirlər. Məgər bu tövhiddir? Tövhid Allahın əmr etdiyi kimidir. Tövhid Allahın əmr etdiyi kimidir. Necə ki, Allah Teala öz kitabında bizə hər namazdan xatırladır. İyyəkə na'budu və iyyəkə nəstə'in. Biz yalnız səni ibadət edirik və yalnız səndən kömək istəyirik. Və bugün bəzi firqələr iddia edirlər ki, Allah Taala'nın bəxş etmədiyi nemətləri bəzi insanlar verə bilər. Məsələn, Əhl-i Beyt verə bilər. Onlar bunu iddia edirlər. Və deyirlər ki, əgər Allah Taala biz günahkar olduğumuza görə bizdən qəbul etmir, amma salihlərin vasitəsindən biz onu əta edə bilər. Axı Allah Taala'nın nə Rasulu, nə Rasulunun yaşadığı zamanda sahabələr heç biri bu şeydən istifadə eləməyiblər. Muhammed sallallahu əleyhi və səlləmdən qabaq peyğəmbərlər olub. Və heç bir Allah Rasulunun sahabəsi heç bir peyğəmbərdən isti'anə elə yardım istəməyib. Allah Rasulunun bütün sahabələri hamısı fəzilət baxımından eyni deyil. Hamı Əbubəkir kimi, Ömər kimi, Osman kimi, Əli kimi olmadı. Elə sahabələr var ki, Allah Rasulunun hədis rəvayət etməyiblər. Əlbəttə ki, onlar Əbu Hüreyrə kimi ola bilmədilər. Və yaxud Ənəs ibn Məlik kimi ola bilmədilər. Abdullah ibn Abbas kimi ola bilmədilər. Və yaxud da başqa sahabələr kimi ola bilmədilər. Bu o deməkdir ki, onların qədir qiyməti fəzilət baxımından, yəni böyük sahabələrdən aşağı idi. Həmən o fəziləti kiçik olan sahabələr heç bir peyğəmbərdən yardım və kömək istəmirlər. Ona görə bugün kim əgər iddia edirsə ki, və iddia edənlər var ki, Allah Taala bizdən qəbul etmir və Həsən Hüseynin və yaxud da Fatimənin radiyallahu anhə və yaxud da onların və yaxud da Əli ibn Əbi Talibin radiyallahu anhın səbəbi ilə bizdən qəbul edəcək və bu adını çəkdiyimiz sahabələrin üstünləri də var. Məsələn, birinci peyğəmbərlər. Bütün peyğəmbərlər sahabələrdən üstündür. Bütün peyğəmbərlər sahabələrdən üstündür. Hətta da peyğəmbərlər var ki, bircə nəfər də olsun dəvət etməyiblər. Hətta onlar belə sahabələrdən üstündür. Allah Rasulunun sahabələrinin üstündür fəzilət baxımından. Və Allah Rasulunun fəzilət baxımından zəif olan sahabələri, güclü olmaq da yox, zəif olan sahabələri, onlar heç biri peyğəmbərlərdən kömək istəməyiblər. Nə övlad istəməyiblər, nə də başqa. Və bu onu göstərir ki, insanın fəzilətinin aşağı olması, insanın əməllərinin və yaxud da günahlarının olması, bu demək deyil ki, başqalarının səbəbi ilə o Allahın qatında uzala bilər. Dində daydaylıq yoxdur. Bu dünyadadır. Filankəs filankəsin əmsi oğludur, onu işə götürürlər. Filankəs filan nəsildəndir, filan nəsəbdəndir, filan rayondandır, onu yanında götür saxla. Bu dünyada olur belə şeylər. Allahın dinində yoxdur.
Allahın dində elə şey yoxdur. Əgər Allahın dində elə şey olsaydı, birinci Peyğəmbər sallallahu əleyhi və səlləm öz valideynlərini onu eləyərdi. Müşrik oldular ikisi. İman gətir. Onlar ikisi də kafirdirlər. Allah Rəsulunun valideynləri. Əgər Allah Rəsulü hətta bunu bacarmayıb. Yəni bu onu göstərir ki, bir insanın əgər Allah ondan nəyisə qəbul etməyəcəksə, heç bir kəs ona səbəb ola bilməz. Və Allah Taala bir kəsə övlad verməyəcəksə, artıq kiminsə vasitəsi ilə, hansısa bir sahabənin və ya hansısa bir salihlərin səbəbi ilə ona övlad gələ bilməz. Allahın istəmədiyini, Allahın əta etmədiyini birinə yoxşuyur, sanki kimsə gəlib Allaha deyəcək ki, ona övlad ver. Bu dünyadadır, məsələ çəkdiyi məsələ. Amma Allahın dinində belə şey yoxdur axı. Axı biz Allahın kitabına qaydanır, belə bir şey yoxdur axı. Və sonra cürbəcür şeylər gətirirlər. Cürbəcür dəlillər gətirirlər. Və bəziləri deyirlər ki, nəinki hətta salihlər, nəinki məsələn sahabilər, əhl-i beyt və həmçində hətta onlardan qalan əşyalar da belə, fayda verir. Məsələn, Yusuf əleyhissalamın qissəsini zikr edirlər. Və deyirlər ki, Yusuf əleyhissalam öz atasına öz köynəyini göndərdi. Özü ki, Allah Teala öz kitabında bunu vurğulayır. Allah Teala onun səbəbi ilə onun gözlərini açdı. Və deyirlər ki, görürsən, insan yaylıq ilə, əski ilə, parça ilə şəfa tapa bilər. Əgər elədirsə, Musa əleyhissalamın zamanında ət kəsdilər, ölüyə vurdular, ölü dirildi. İndi hər kəs əlində bir-iki ət gəlsin, cəmaata şəfa versin. Əgər əski ilə şəfa tapmaq olur, sonra ətlə şəfa tapmaq olur. Necə ki, Musa əleyhissalamın zamanında ölən bir adamın Allah Teala kitabında buyurur ki, inək kəsin. Və hətta o qissənin özündə yahudilər şişirdirlər, necə inək kəsək? Və s. şişirdirlər. Hətta sonunda deyirlər ki, bu bizə oxşar gələn inəklərdəndir. Elə bir inək olsun ki, bu qəribə bir şey olsun. Və onlara görə çətin bir halı özlərini saldılar və sonunda kəsdilər. Və Allah Teala buyurur ki, az qala kəsməyəcəklər o inəyi. O inəyin ətindən ölüyə vururlar, ölü dirilir. Böyle deyir ki, onu filan kəs öldürür. Və yaxud da filan kəs günahkar deyil. Və sonra ölür tezəllər. Təbii ki, Allahın izni ilə. İndi cəmaət əlində bir ət götürsün, bir deyəcə qabırğa olmalıdır, bir deyəcə boyun əti olmalıdır, bel əti olmalıdır. İxtilafa düşəcəklər yenə də. Ki, kiməsə vuraq ki, şəfa tapacaq. Əgər Allah Teala hansısa bir fəziləti, hansısa bir peyğəmbərə veribsə, artıq bu Allahın boynunda bir vacib deyil ki, o hamıda olmalıdır. Peyğəmbər Yusuf əleyhissalam öz köynəyi ilə atasının gözlərini açdı. Peyğəmbər sallallahu cavab elədilər. Onda Allah Rasulü öz paltarlarının üstündə sürtərdi. Əgər Allah Rasulü görə paltarı Yusuf əleyhissalamın paltarından fəzilətsiz idi. Allah Rasulü axı Yusuf əleyhissalamdan fəzilətlidir. Allah Rasulü özünə öz paltarı ilə xeyir verə bilmədi. Yalnız geyinmək istisna. Allahın kitabından özünü rüquyyə elədi. Hətta Allah Rasulü buyurdu ki, Muavvidətəyndir o iki surəyə, Fələq və Nəs surəsinə. Onlar insanı qoruyur. Yəni şeytanlardan və yaxud da gözə görünən, və yaxud da gözə görünməyən, şərdən, həsəddən səbəbdir. Və görürsən, Allah Rasulü onu istifadə eləmədi. Və bəziləri deyirlər ki, növbəti şübhə və deyirlər ki, İbrahim əleyhissalamın məqamı. Onu başqa yerə aparıb qoysaq deyirlər. Deyirlər ki, başqa yerə qoysaq deyəcəksiniz ki, pirdir. Bəli. Başqa yerdə olsa pir deyəcək ona. Çünki o Allahın seçdiyidir. Ona qalsa görə bütün peyğəmbərlər özündən sonra nəsə qoyardılar. İbrahim əleyhissalamdan bu tərəfə kimin məqamı var? Heç Muhammed sallallahu yoxdur. Onda Allah Rasulü deyərdi ki, bu məntiqlə və ya bu məntiqsizliklə düşünsə, Allah Rasulü deyərdi ki, İbrahim əleyhissalamın, özü Allah Rasulü İbrahim əleyhissalamın nəslindəndir. Onun kökündən gəlir. Allah Rasulü deyərdi ki, mənim də burada ikinci məqam Muhammed sallallahu aleyhi ve sellem'lə olmalıdır. Yoxdur dində belə bir şey. Onlar Rəbbinə saf olaraq, təmiz olaraq, doğru olaraq yönəldiklərinə görə artıq Allahın onları öyrətmədiyini, onlar iddia eləmirlər. Və bugünkü gündə bəziləri deyirlər, əgər filan peyğəmbərdə var idisə, o Əlidə də olmalıdır. Heç Əli peyğəmbər deyil. Əgər filan peyğəmbərdə, salihlərdə bu olubsa, bu Əhl-i Beytdə də olmalıdır. Elə bir şey yoxdur axı. Elə fəzilətlər var ki, heç başqa peyğəmbərlərdə yox idi. Məsələn, hamı Rəbbini görə bildi. Hamı Rəbbi ilə danışa bildi. Amma Musa əleyhissalam Rəbbi ilə danışdı. İsa əleyhissalam danışa bilmədi Rəbbi ilə. Nuh Rəbbi ilə danışa bilmədi. İbrahim əleyhissalam Rəbbi ilə Musa kimi danışa bilmədi. Yəni, hər hansısa bir peyğəmbərə verilən bir şey, hətta hərdən bəzi peyğəmbərlərə verilmirdi. Ona görə də bu tövhid deyilən bir Allahın lütfi, bu tövhid deyilən bir anlayış Allahın və Rasulun öyrətdiyi kimi olmalıdır. Kimisə başa düşdüyü kimi yox. Ona görə hərdən belə şübhələr gəlir. Və baxmayaraq ki, bunu özlərinə dəlil kimi götürürlər.
Və biz əhl-i sünnənin etiqadına görə dəlil yalnızca haqq deyiləndə olur. Amma batillə nəyisə bir şeyi sübut etmək yalnız şübhə olur. Hətta heç hansısa bir şey təfsilatla danışmadıq, amma onların sözlərinin batil olduğu ortaya çıxdı. Çünki kitab, Allahın kitabı sonundan, əvvəlindən sonuna qədər tövhiddir. Yəni, mümkün deyil ki, o kitabı başa düşənlərə kimsə bu şeylərini anlatsın. Və necə o şirk qoşanlar. Ona görə tövhid əzəmətli neymətdir. Və Muhammed sallallahu aleyhi ve selləmi Allah Teala onun üçün göndərdi. Və Allah Rasulü onun üçün onu danışıb insanlara. Onun üçün onun üzərində əziyyət çəkib. Və onun üçün nələr oldu? Ona görə Allah Rasulunun zamanında həmən ilk onun üçün çəkilən əziyyətlər başqa vaxtlarda heç çəkilmədi. Ona görə sahabələr aralarında deyərdilər ki, bizim içimizdə ən güclü sahabə Əlidir, radiyallahu anhu. Bəli, Əli radiyallahu anhu Allah Rasulunun sahabələrinin arasında qol gücündən ən güclü sahabə idi. Çünki Allah Rasulunun nəsəbindən idi. Allah Rasulü güclü nəsəbdən idi. Hətta qol gücündən də. Əli radiyallahu anhu, Əli deyir, bunu Ömər demir. Əli radiyallahu anhu deyir ki, yox, bizim içimizdə ən güclüsü Əbu Bəkirdir. Çünki o zaman ki, müşriklər Allah Rasulunu daşlayırdılar. Əbu Bəkir onun öz arıq cəsədi ilə Allah Rasulunun üstünü uzanır ki, ona daş dəyməsin. Subhanallah. Və bunu Əli deyir. Ömər demir. Muaviyyə də demir. Və bunu Əli deyir. Radiyallahu anhu. Ona görə Allah Rasulunun sahabilərinin arasını vurmaq olmaz. Nə də onların başa düşdüyündən başqa dini başa düşmək olmaz. Çünki 3 dənə miras qoyulub bizə. Kitab, Allahın kitabı, Rasulun sünnəsi və sahabilərin icması. Və kim ki, icmanı qəbul etməyəcək. Yəni, sahabilər bu dini necə başa düşüblər? Necə anlayıblarsa, onlar kim başa düşməyəcəklərsə, artıq o Quran və sünnəni götürənlər bidətçi olacaqlar. Ən yaxşı haldır, hətta bəlkə şirk əhli. Çünki elə bidət firqələri var ki, şirkdirlər, Allaha şərik qoşurlar. Məsələn, rafizlər kimi və s. Amma elə bidət firqələri var ki, onların bidətləri, onları bidətdə şirkə salmasa da, xavariclər kimi apardı, küfrə saldı. Əli ibn Əbu Talib radiyallahu anhunu öldürən fəxr edirdi. Deyir ki, mən ən böyük kafir öldürmüşəm. Subhanallah nədir. Osman ibn Affan radiyallahu anhunu öldürən xavariclər fəxr edirlər. Deyirlər, mən ən böyük kafir öldürmüşəm. Osman ibn Affan evinə o zaman ki, girəndə onu öldürmək üçün Osman ibn Affan radiyallahu anh özü Quranı yazırdı əli ilə. Və onu öldürmək istəyəndə deyirdi ki, sizin o əzbərlədiyiniz kitabları mən yazdım. Quranları yəni, musafları. Əvvəlinki kimi deyil, əl yazmaları hamısı. Sizin o əzbərlədiyiniz, oxuduğunuz Quranı mən yazmışam. Siz o Quranı yazan ələ qılınc qaldırırsınız. Amma baxmayaraq ki, tövhidi iddia edirlər. Özlərini tövhid əhlini sayırlar. Ona görə bir kəsin nəyisə iddia eləməsi, o heç bir fayda verməyib. Yalnızca və yalnızca tövhidi iddia edən tövhid üzərində yaşamadıqca. Kimsə tövhidi iddia eləsin, üzr istəyirəm, kimsə tövhidi yaşasın, amma nəyisə iddia eləməsin. Onun zahirində tövhid görünəcək. Sözlərə ehtiyac yoxdur. Kasıb özünə varlı desə, varlı olmayacaq. Varlı özünə səxavətli desə, səxavətli olmayacaq. Ta ki, onu eləməyənə qədər. Hələ bu dünyadır. Bəs din necə? Din isə Allahındır. O da qiyamət üçün soruşulacaq. Çünki Allah Teala hətta ən azından 20 ildən bir çox zamanda Quran-ı Kərim nazil oldu. Həmən 20 ildə həm Allah Rasulü, həm də onun sahabələri yönə qədər çəkiblər. Bizə adi gəlir, hər dəfə oxuyursan, ayələrdir, belə adi gəlir sənə, hətta oxunuşu belə adi gəlir. Rahat oturmuşsan, evində oxuyursan. Amma sən bugün rahat oxuduğun şeylər gör hansı əziyyətlərlə ortaya gəldi. Onlar heç bir asan deyil. Bu hamısı əmanətdir. Bunlar hamısı soruşulacaq. Bunlar əbəs yeri deyil. Hətta kiçik dünyavi məsələlər soruşulacaq. Övladdan soruşulacaq ki, valideynin sənə elədiyi yaxşılıqların qarşılığında sən valideynliyin nədir? Çünki Allah da övladı ehsan eləməyi əmr edib. Hələ subhanallah, iki bəşərin arası soruşulacaq. İki insanın arasında olan şeylər soruşulacaq. Məgər Rəbbi ilə qolun arasında olanlar bəs necə? Və xüsusən o şeylər ki, Allahın haqlarıdır, ibadətlər də hamısı. Ona görə qardaşlarım, tövhid yalnız Allahın əmr etdiyi kimidir. Və Muhammed sallallahu aleyhi ve sellemin təsdiq etdiyi kimidir. Və sahabələrin də Allah Rasulundan gördükləri kimidir. Ola bilər kimlərsə xəta eləyib deyirlər. Xətasız insan yoxdur. Heç bir kəs xətasız deyil. Heç bir kəs xətasız deyil. Hamının xətaları var. Əbu Bəkirin xətası var. Təbii ki, o xətalar bizim xətalarımız kimi deyil olan xətaları. Ömərin də, Əlinin də xətası var, Osmanın da xətası var. Xətasız insan yoxdur. Hər gün namazda Allahdan istədiyin şeylərdən bir bağışlanmaqdır. İki səcdənin arasında, üzr istəyirəm, iki səcdənin arasında sünnə ilə nə gəlir? Hansı dua gəlir? Rabbiğfirli.
Məni bağışla deməkdir. Sahabilər də onu edirdilər. Demək, onların bağışlanmağa ehtiyacı var idi. Xətasız insan yoxdur. Heç kim xətasız deyil. Allah Rasulunun əmisini Vəhşi radiyallahu anh öldürür. Və o öldürəndən sonra iman gətirir. Və Allah Rasulü o iman gətirdiyinə görə ona dəymir. Düz ona küsür. Ondan inciyir. Ona deyir ki, mən olan yerdə olma. Üzbəyiz gəlmə və s. Amma Allah Rasulü onu öldürmür. Əgər Muaviyə ilə əlin arasında döyüşdə hər hansısa bir kəslər dünyasını dəyişirsə, hər iki tərəf müsəlmandır. Necə ki, Allah Rasulunun əmisini öldürəni, özdə Allah Rasulü onu çox istəyirdi, öz əmisini. Hətta onu alçaldıb öldürdülər. Çünki şəriətlə ölünü cihadda öldürəndə, düşməni öldürəndə onun üzünü, gözünü, burnunu, qulağını kəsmək haramdır. Ölüyə ziyan vermək olmaz. Hətta kafir olsa da belə. Qəsdən ona əziyyət vermək olmaz. Və Allah Rasulunun əmisini öldürmüşlər. Ona görə Allah Rasulü pis oldu. Onu öldürmək istedi vəhşini. Bu iman gətirir. İman gətirəndən sonra Allah Rasuluna durur. Görünür ki, iman gətirəndən sonra artıq qan haramdır. Allah Rasuluna nə onu lənətləmədi, nə ona bəddua eləmədi, nə də başqa. Bu deməkdir ki, hətta burada Muaviyyənin səhvi olsa da belə, Muaviyyəyə lənət düşmür. Necə ki, Allah Rasulü öz əmsini öldürəni onu vermədi. Əgər təbii ki, düşürsə təbii ki də. Çünki Muaviyyə radiyallahu anh vəhiy yazan sahabələrdən idi. Allahın kitabını vəhiy yazan sahabələrdən idi. Və Allah Rasulü Hüzeyfə radiyallahu anhuya öyrətmişdi münafiqlərin adlarını. Əgər Muaviyyə münafiq olsaydı, orada olardı onadı. Allah Rasulü haqqı deməkdə kimlərsə qorxmazdı. Allah Rasulü çəkinəcəyi bir yer yox idi ki, o çəkinsin. Və Hüzeyfə radiyallahu anhdan sahabilər soruşurlar, baxardılar onlar ki, əgər Hüzeyfə kiməsə cənazə namazı qılmazdısa, bilərlər ki, o münafiqdir və onu tərk eləyərdilər. Və ondan soruşarlar münafiqlərin adlarını. Əgər o münafiq olsaydı, Hüzeyfə onu çoxdan qovardı. Axı, onlar xain deyildilər. Onlar Allah üçün yaşayanlar idilər. Və bugün sənə iddia edirsən Allah üçün yaşamağı və onun üzərində möhkəm olmalı çalışırsan. Məsələn, Allah Rasulunun sahabələri. Axı, Allah Teala deyib ki, Allah onlardan razıdır. Ona görə də qardaşlarım, bunlar hamısı tövhidə aid olan bəzi məsələlər idi. Və bir müsəlman yaraşmaz. Bir müsəlman yaraşmaz ki, Rəbbinə layiq olmayanlara Allaha nisbət eləmək. Yəni şirk. İstər o kiçik şirk olsun. Hətta and içmək belə kiçik şirkdəndir. Allahdan qeyrisinə and içmək kiçik şirkdir. Amma kiçik şirk hərdən böyüyür. Əgər kimsə bilmədən, mahiyyətinə varmadan and içirsə, o kiçik şirkdir. Amma kimsə etiqad eləsə, atasının canından içir, və yaxud anasının canından içir. Ona etiqad eləsə ki, atasının seçdirir, yenə də böyük şirkdir. Yenə də kiçik deyil. Allahdan qeyrisinə and içmək də kiçik şirkdir. Amma baxmayaraq ki, kiçik olsa da, amma yenə Allaha ortaq qoşmalıdır. Çünki Allah layiqdir. Allah öz yaratdıqlarından içir. Və bəziləri dəlil gətirirlər buna. Subhanallah azim. Allahın kitabından xəbərsizlər. Oxusalar da belə o kitabı. Allah Teala yaratdıqlarından içir. Amma Muhammed sallallahu əleyhi və səlləm necə buyurduğu kimi, əgər sizdən biriniz and içsə, yalnız Allahdan içsin. Yalnız Allah yaratdıqlarından içsin. Çünki Allah soruşulan deyil. Allah soruşandır. Və həmçinin bunlar tövhidə aid olan bəzi məsələlərdir, qardaşlarım. Və inşallah qismət olsa gələn dərslərimizdən Muhammed ibn Abdülvahhab rahimehullahın kitablarından, tövhid kitablarının biri keçiləcək inşallah. Və məqsəd nədir? Nəyə görə Muhammed ibn Abdülvahhab rahimehullahın kitabı keçiləcək tövhid barəsində? Baxmayaraq ki, başqa tövhid kitabları da var. Baxmayaraq ki, tövhidə görə yazılan başqa kitablar da var. Sadəcə bəziləri iddia edirlər ki, Muhammed ibn Abdülvahhab rahimehullah ümməti parçalayıb. Və bəziləri iddia edirlər ki, o Vahabiliyi yayıb. Əvvəla birinci adı Muhammeddir. O Muhammedçilər desədilər bizə, niyə onun familiyasını? Niyə onun soyadını dedilər? Çünki desədilər Muhammedçilər, deyəcəklər, bunlar haqq firqələr. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm Muhammeddir. Onlar gördülər ki, şübhənin yəni ağıllıdır. Şübhə verənlər həmişə ağıllı olub. Düz ağıllarını səhv ilə istifadə etsələr də, şübhə verənlər həmişə ağıllı olub. Çünki azdırmağı bacarırlar. Və artıq o kitabı oxuduqca biz görəcəyik ki, Muhammed rahimehullahın nə İmam Əhmədə, nə İmam Şafiyə, nə İmam Məlikə, nə Sufyan rahimehullaha, nə İmam Şü'bəyə, nə də başqa, hətta sahabələrə əqidə məsələlərində, həmçinin sünnə məsələsində heç bir müxalifliyi olmayıb. Çünki artıq o kitabları oxuduqca biz görəcəyik ki, Muhammed Abdülvahhab rahimehullah olmasaydı belə yenə biz bəyənməyəcəkdilər. Çünki sünnəni əslən bəyənmirlər. Çünki əslən tövhidi bəyənmirlər, şirk qoşmaq istəyirlər. Əgər sən şirk qoşmaq istəyirsənsə, get qoş. Onsa soruşulan sənsən. Biz səndən Rəbbin arasına girməyəcəyik heç vaxtı. Amma sadəcə olaraq, yəni haqq üzərində yaşayanlara və haqqı dəvət edənlərə dil uzatmaq olmaz. Çünki günah iki cürdür.
Və insanı ən çox həlak edən günah, necə İbn Teymiyyə rəhməhullah buyurur öz kitabında. Və İbn Teymiyyə rəhməhullah buyurur ki, hərdən olur bəzi günah, bir günahı başqası eləyəndə o İslam dinində qalır, amma başqası eləyəndə İslam dinindən çıxır. Məsələn, adam var, siqaret çəkir, ona sən nəsihət edirsən. Qardaşlar nəsihət edirsən ki, siqaret çəkmək haramdır axı. İnsanı öldürür. Allah sənin bu canı əmanət olaraq verib. O sənə nə deyəcək? O sənə deyir ki, bir eləməyə qarşı, nəfsimlə bacarmıram. Nəfsimlə bacarmıram, bilirəm, haramdır. Mən istəyirəm ki, bunu tərk edeyim, amma hələ ki alınmır. Amma başqa adama deyirsən, siqaret çəkmək haramdır, belə deyir, Allah mənə buna görə bağışlamayacaq. İkisi də eyni feyd eləyir, amma ikisinin də halı eyni deyil. İkisi də siqaret çəkəndir. Amma ikisinin də halı eyni deyil. Biri bədbəxtdir, biri məhv olub. Artıq biri Rəbbinə qarşı şübhənin içindədir. Heç bəlkə müsəlmanlıqdan da çıxıb. Amma biri isə İslam dinində qalıb. Sadəcə nəfsinə məğlub olub. Ona görə günahlar fərqlidir. Bir kəsin Allaha şərik qoşması və həmçində bir kəsin Allaha şərik qoşduğu halda sünnə əhlinə dil uzatması fərqli deyil. Ona görə kimsə gələ bizə iddia edirsə və yaxud nisbət edirsə ki, biz Vahabiyik, biz Muhammed ibn Abdülvahhab rahimehullahdan sonra belə azmışıq, o kitablar oxunduğu halda görəcəklər ki, olar. Biz elə İmam Əhmədin yolunu gedirik. Biz İmam Məlikin yolunu gedirik. Biz Əli radiyallahu anh yolunu gedirik. Biz Ömərin, Əbubəkrin, Allahın sahabələrinin və həmçinin Allah Rəsulunun yolunu gedirik. Sadəcə onlar artıq başa düşməyiblər. Və o kitabın inşallah uyğun bir kitab seçəcək inşallah. O kitabın, şeyxin də kitablarını seçilməyində məqsəd də odur ki, biz ona görə azmamışıq. Çünki biz Muhammed rahimehullahı ortadan götürsək, onun kitablarını desək ki, yoxdur, yenə həmən haldır. Yenə həmən haldır. Necə bəzi şübhə salanlar, əlavə olaraq, necə bəzi şübhə salanlar Əbu Hüreyrə radiyallahu anhu rəvayət etdiyi hədisləri batıl sayırdılar. Deyirlər ki, Əbu Hüreyrə radiyallahu anhu yalancıdır. Ən çox hədis rəvayət edən odur Allah Rəsulundan. 5000-dən çox hədis rəvayət edib. Və deyirlər ki, o yalancıdır. Və Allah Rəsulundan rəvayət etdiyi hədisləri yalan sayırlar. Subhanallah nəzim. Əbu Hüreyrə radiyallahu anhunun rəvayət etdiyi hədislərin 1500-dən çoxunu başqa sahabilər rəvayət ediblər. Eyni hədisləri rəvayət ediblər. Yaxşı, Əbu Hüreyrə yoxdur. Onlardan götür. Abdullah ibn Abbasdan götür, Abdullah ibn Ömərdən götür, Ənəsdən götür və s. Muktirlərdən, yəni çox rəvayət edən sahabilərdən götür. Yəni görünür ki, məqsəd Əbu Hüreyrə deyil. Məqsəd bir-bir sahabiləri ortadan çıxarmaqdır. Çünki sahabiləri ortadan çıxartsa yalancı qalacaq. Quran və sünnə o da istədikləri kimi şərh edəcəklər. O da istədikləri kimi təbil edəcəklər. Və zaten şeytanın istədiyi də olur. Və şeytan haqq üzərində belə azdırır. Və diqqət etir, bidətin verdiyi zərər, bidətin bu İslam dininə verdiyi zərər, şirkin və küfrün verdiyi zərərdən çoxdur. Çünki bidət əhli öz istədikləri kimi Allahın kəlamını sənə öyrədəcəklər. Amma şirk əhli və küfr əhli onları səndən uzaqlaşdırmağa çalışacaqlar. Qəlbində iman olan deyəcək, səhv deyir. Necə yəni Quranı qoyaq qırağa? Quranı qırağa qoymaq olar. Amma bidət əhli deyəcək ki, Quranı ortaya qoyaq. Mən sizə izah edəcəm Quranı. Və icmanı, yəni sələfin fəhmini, sahabələri ortadan çıxardacaqlar və öz istədikləri kimi şərh edəcəklər. Və artıq neyin aid olacaq? Bidət. Ona görə bidətin verdiyi zərər, şirkin və küfrün verdiyi zərərdən çoxdur. Və Allah Taala'dan istəyirəm ki, bizi tövhid üzərində yaşatsın və bizim canımızı o tövhid üzərində alsın. Ailələrimizin də həmçinin. Və Allah Taala'dan istəyirəm ki, bizi sabit saxlasın xeyir üzərində və xeyirdə addımlamağı və şərdə isə həmişə geridə qalmağı bizə nəsib eləsin. Allah ölkəmizi qorusun, rəhbərimizi qorusun. Allah ordumuzu qorusun. Allah kim ki onlara xeyir istəyirsə, onları da qorusun. Və onlara şər istəyənləri də Allah Taala xeyir əhlindən uzaqlaşdırsın, Allah onları rüsva eləsin. Və kim ki onları öldürmək istəyirsə və kim ki onlara zərər vermək istəyirsə, Allah onları islahlarını öldürsün. Əzizən Allah bilir və subhanəkə Allahümə bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka Allahumma və etûbu ileyk.